Planşet yaddan çıxdı. Hər kəsə salam. Salam əleykum. Əziz kanalımızın izləyiciləri. Bugünkü mövzumuz İsmail. Hə? Bugünkü mövzumuz Elə yox, bax belə başlayır. Hər kəsə salam. Mən İsmail. və mən Məhəmməd. Yox, mən Məhəmməd və sən İsmail. Belə bir şey. Təzədən. Hə. Hər kəsə salam. Mən İsmail. Və mən Məhəmməd. Bu günləri qarışıq mövzulardan danışacağıq. Danışacağıq ki, danışarıq, amma bilmirəm nə danışacağıq, bilmirəm. Bədahədən olacaq hamısı. Nədən danışaq Məhəmməd? Məncə uyğun olar ki, Tatuda ən verilən Bu arada şit suallar demək. dedik, onu da qeyd edək ki, yəni ikimiz də tatu ustasıyıq Bəli. və başqa mövzudan danışmağa belə sıxmasın təcrübəmiz yoxdur deyə öz işimizlə bağlı nə gəldi danışacağıq. Verilən ən qəribə və şit suallar, belə deyim. Sənə ən çox verilən sual nə olur? Müştəri olan gəlirsən, nə verir sual? Qaqa, bu kraskanı neçə alırsınız? Yəni, həqiqətən absurd bir sual. Mənə pay gəlir. Şirkətlə müqaviləm var, reklam edən pay gəlir. Nə yalan deyim, internetdən sifariş verir, gəlir də. Amma pulun verib alıb gəldi də, yəni öyle çıxmasın. Yenə belə bir çıxır. Pulun verib alırıq. Yəni, mənə də çox vaxt absurd suallar verirlər. Nə verirlər? Nə Nə bilim, o qədər absurd suallar verirlər ki, bu tatuna, nə bilim, belə vursam, görəsən mənası pis olmaz. Bunun nə mənası var? Məna axtarırlar, yəni, hatta çox məna axtarırlar. Yəni. Tatu bu qədər düşünəcək bir mövzudur məncə. Xoşuma gəlirsə bəs eləyir, yəni, vura bilərsiniz. İndi əslində biz elətdirə bilərsiniz. Avropada olan tatu ustalarının belə çəkilən şeylərinə baxırıq. Nə sual verirlər bilirsən? Deyir, hansı stilləri bəyənirsiniz? Realizm yoxsa hiperrealizm? Amma bizdə o yoxdur. Bizdə stilləri arasında orada stillər arasında ustalara sual verirsən ki, bax, hansı stillə xoşuna gəlir də? Xeyli stil. Hə, məntiqlə normal olaraq usta da deyir ki, hə, mən bu stil, həm realizm, nə bilim, hə də öz səmtində olan stil var da, həm məlumat verə bilir, həm də bizə o sualı verəndə biraz belə fikrə gedir adam. Yəni bizdə isə verilən sual hansıdır? Canavar yoxsa korona? Korona yoxsa bunu verə bilərik Məhəmmədə, ancaq ki, hansı tatularını xoşlayırsan vurmağı? Canavar yoxsa korona? O gün mənim müştəri bir dənəsini yazıb, gözləmə, sən danışmam, baxım görüm o sualı tapa bilirəm. Mənim telefonum zan etdi, ona görə mən baxa bilmirəm. Amma çox absurd bir vəziyyət deyil, həqiqətən. Biz əslində tamam başqa bir şey fikirləşirdik ki, edək. Niyə, əlimizdən bu gəlir. Məhəmməd də baxsın görək, müştərisi nə deyir. 100% qiymətli öldürməyə yazıb. Çox maraqlı suallar var. Bu arada yazıma düşmüşdü, absurd suallardan biri də. Bir dəfə Məhəmməd iş görür. Sən idin də deyəsən iş görürdün. İş görürdü, müştərinin sinəsini tatu görür oğlanın. Oğlan qayıdan belə deyir. Bunun vuranda neçə qram kraska gedir bu dəriyə? Tərəzin gətirir. Oturduq, bir anda bir dənə sual verir ki, neçə qram kraska gedir dəriyə? Yəni, çox qəşəng sualdır, həqiqətən. Düşündürür adam. Yəni, orada error verdik. Elə suallar olmur da, həqiqətən. Yəni... İnşallah açıldı. Buyur, söz sizdədir. Bu planşet də boşdur da, yəni bədahətən buraxığı gedir. Oxuyarsan bugün inşallah. Nə? Tapa bilmədim də sualı deyə. Nə sual fikir? Başqa bir şeyi tapacağım bir də. Görək də belə. Burada bir dənəsini tapmışam deyir. Ətirli qoxu verən tatular olur deyir.
Qoxu bəyən o sualı verməmişdi mənə həqiqətən maraqlı deyil. Hə, deyir mən ölsəm tatım itəcək. Qara mizahdır bu. Bir də bir fikir vermişəm. İş görürsən, paylaşırsan. Ən çox mənə verilən cavabları olur. Deməli, cavabdır, sualdır. Misal üçün, müştəri gəlir ya da yazır ki, ən çox yazır ki, mən tatu eləmək istəyirəm falan, bəs məkan ora-bura. Qeyd edirik, ölçü tuturuq, hər şey, yəni okey. Hə, qaqa, mən 3 ay sonra gələcəm, mən məşq edeyim, məşqə başlayayım, bədənim biraz formaya düşsün. Ondan sonra gələcəm. Mən də ona qısa konkret cavabı hazırlamışam da. Deyirəm, qardaş, sən heç vaxt məşq eləməyəcəksən. Yəni, bu heç vaxtı rahat deyə bilirəm da ona. Heç vaxt məşq eləməyəcəksən sən, yəni özünü anlatma. Tatu eləmək istəyirsən, problemdir o ki, tatu eləyək, amma məşq eləməyəcəksən. Sən özünü yalanla anlatma. Əlbəttə ki, bu adam fikirləşir ki, mən bədən şişirdim, tatu eləyim, daha qəşəng görsəniz də boş şeydir. Bir dənə də bir şey var. Həmişə mən fikir vermişəm. Nəinki mən, başqa tatu ustalarının da işlərində baxırıqlar, bizdə, ölkəmizdə olan. Biri hansısa xanımın bir, belə deyək də, sinəsinə ya ayağına, hər hansı bir yerinə, bir açıq yerinə tatu eləyən kimi sözlü kommentlər yazırlar. Qaqaş, gələk biz də tələbə götür, biz də orada tutaq orada, nə bilim, neyniyək, bizə tərbi təmizləyək, sən orada işləyəndə biz gəl baxaq orada. Yəni, belə həvəsim var, vaxtında gəlib örgən də. Gəl örgən işlə də özün üçün. Nə maraqdır, nə həvəsdir. Yəni, belə şeylərə iş qalır qıraqda, hər şey qalır qıraqdan. Adamın 4 saatlıq, 5 saatlıq əziyyəti qalır qıraqda. Nəyə baxırlar? Qaqaş, sən yaşayırsan da. Yaşayırsan da, bel ağrısından adam ölür, sabah suyu. Allah'ım. Yəni, pis mənada başa düşmür. Həqiqətən bel ağrısından adam ölür. Hə, adam bütün güc yüklənir onurğa sütununa. Bizim bir tatuировщикimiz var. Adını çəkməyəcəm, reklam olacaq. Özü başa düşdü. Onun belə ağrı. Bizdə reklam yeri gəlmiş ki, pul ödənişlidir. Yəni, biraz onun da fikir, reklam barəsində indi fikirləşirik ki, biz onunla ya Red Bull'la onunla əməkdaşlıq edirik ki, burada reklamlarını arada götürək, içək. İndi o yoxdur. İndi gözləyib bilmiyordur. Hələ ki, su ilə başlamışıq. Su da gəlməyib. O da ki güldür. Hələ ki gül qoymuş. Görək də burada nələr qoyacaq, nələr. Təsəllür. Görsəm bir arada beynimə vurur ki, görürəm işlər zəiflənəndə. Sən neyinsə işlərin zəiflənəndə? Mən yatıram. Nə bilim. Yatıram. Ya, depressiyaya düşəndə yatıram. Yatmaq həqiqətən insanı stressdən çıxardır. Çünki insan beyni stresli olanda aşırı yüklənir və yatmaq beynin qidası dəyən bilirsiniz, düzgün yuxu. Düzgün yuxudan söhbət gedir. Amma yatanda həqiqətən kömək edir. Amma tam kömək eləmir də, yəni beyinə kömək edir. Problemi həll eləmir yatmaq. Özümü anladısan da yatanda. Bir yatan kimi bunu qeyd eləyə bilərəm. Yatmağı çox sevirəm. Qonağımız var. Buyurun Həsən müəllim. Buyurun müəllim. Bir ekili. Hə? Neysə, bir çəkək. Hələ ki qoya bilmirik aşağıda. Bu bizim Bolt reklamımız. Oradan da, buradan. İkisindən. Arada fikirləşirəm ki, Elgizin verilişi. Sən ərəblərdən danış, ərəb müştərilərdən. Yox, arada Elgizin verilişinə çıxmağı fikirləşirəm. Vəziyyət çətin olanda. Düşüm ola bir dənə ağlaşmam falan. Sonra deyirəm ki, Kому нужен ты? Bəli. Açığı da. Потом я эту думаю. Ərəb hansı müştərilərdə? Ərəb demişkən, 13 manata ərəb dili öyrədirik. Yəni o kursumuz da var. O linkini qoyacağıq burada. Onu da yəni düşüb Targovda rahat ərəb tuta bilirsiniz. Yəni bizim öyrətdiyimiz tələbələr var ki, əllərində jurnal. İsmailin bir gündə ərəb tutduğu rekord 14 nəfər olub, 14 nəfər ərəb tutub gətirib müştəri kimi işləmişik, tatu eləmişik. Sözüm sayanmamışım, mən də sayam. Yəni bu potensialımız da yaxşıdır. Yəni ərəb dilində bir ərəbə yaxınlaşmaq istəyirsinizsə, yəni bir dənə söz, bir dənə fraza var, onu işlətməlisiniz. İşlədim onu? Yox. Yox.
Onu işlətsəz, yəni hansı tərəfdə olsa olaraq, yəni yanımıza gələcək. O sözü, yəni istəsəz kommentariyada yazaram sizə. Bəli, onu qeyd eləyərik. Ən sevdiyimiz müştərilər hansılardır İsmail? Ən sevdiyim İstəyirik ki, onlar ancaq gəlsin. Ancaq onlar, pastayanla onlar bizim müştərimiz olsun. O tip adamlar. Kimlər? ay sağ ol. Əsas odur ki, pul verən müştəri. Yox, pul verən də yox. Bəli. Belə İşi dəyərləndirən. İşi dəyərləndirən müştəri dəyərləndirir. Elə müştəri var ki, məsələn, absurd bir işdir. Pul verir, amma bu iş heç ürəyində deyil. Nə bədəninə yaraşır, nə tipinə yaraşır. Amma demirsənsə 500 manat çıxardır, verir 500 manat. Amma iş o da öyle yaraşmır. Elə bir ki, Qalinvaginə Prius'un təkərlərini taxıb sürürsən. Elə bir şey. Elə bir şey göstərir. Amma ona görə də, yəni, bu insanları mən başa düşə bilmirəm. Niyə? İstəyirlər bir dənə normal bir qaydada şey tuta bilmirlər. Yox, fərqlidir də. Bilirsən, sən bu işin içindəsən, sən fikirləşsən ki, hər kəs səni kimi görür bu işi, amma elə deyil. Yəni, məlumatı az olan insanlar var. Hər kəsə bir məsləhət deməyim, bir fikrimi bildirim. Tatu ustası əgər tanımızsa, yoxdursa, yaxud da ki, tatu barədə sıfır məlumatınız varsa ki, normalda bizim cəmiyyətdə tatuya belə güclü marağı yoxdur. Yəni, ən azından YouTube videolarında, indi rusca bilən rusca, türkçə bilən türkçə videolar var. Tatuировщики, yəni tatu ustasını necə seçə bilərəm, hansı usta daha təmiz, daha səliqəli. Misal üçün, deyirlər ki, yəni, yaxşı ustadda baxdım əl işlərinə. Yəni, ustalar çox var ki, başqalarına qəşəng ya da internetdən seçilən qəşəng əl işlərini paylaşır, araya da öz əl işlərini salır və müştəri çaşır onda. Elə bir ki, qəşəng işləyir. Bəzən də. Yəni, bütün ustalar, Azərbaycanda qəşəng ustalar var. Yəni, həqiqətən də işinin peşəkarı olan ustalar var. Amma bir şey də nəzərdə alınır. Bu adam bu yaradıcılığını, o öz Instagramını, öz portfolyolarını öz stilində deyək də, öz yaradıcılığına uyğun yığır. Mən razı görürəm sənə. Stil deyəndə, bu dəqiqə Azərbaycanda stillə işləsən, işsiz qalacaqsan. Məsələn, məsələn, biz, sən, mən, ya məsələn, xırda para minimalist işləri paylaşmırıq. Xoşumuza gələn işləri bəzən eyni paylaşmaq. Tutaq ki, mən bu ay 4 dənə, 5 dənə korona işləmişəmsə, tutaq ki, nə bilim, misal çəkimdə sənə, o dəqiqə işləyə bilmirəm. Rap stilində, ya oversize stildə, hər hansı bir stildə hamısını adını çəkməyim, geyim tərzin. Yəni, dükanlar hamısı onları atsa vitrinə və onlardan daha çox gətirsə, təbii ki, bunu heç kim almayacaq. Yəni, bazar olmayacaq. Çünki kütlənin tələbatı nəyidirsə, yəni, insanlar nə almaq istəyirsə, nə görmək istəyirsə, təbii ki, insanlar onu satmağa və onu göz qabağına, vitrinə qoymağa çalışır. Eyni bizdə də elədir. Yəni, demirəm, yoxdur, var, amma çox az bir kütlədir də. Misal üçün, bizdə fikir verərsiniz, yəni kimə maraqlıdırsa, həqiqətən bütün Azərbaycanda olan tatu ustalarının bir-bir səhifələrinə girib baxa bilər. İşlərin 90%-i qaradır, bir də ağ-qaradan ibarətdir. Yəni, rəngli işlər görsəz belə, misal üçün, 5 dənə rəngli iş tapsaz, onun 3-ünü model kimi işləyib həmən usta. Yəni, mən bunu konkret deyə bilərəm ki, yəni rəngli işi sırf səhifədə rəngli iş olsun deyə işləyib paylaşırlar, yəni model kimi. Modelini də bilirsən də, yəni material rasxodunu işlənir. Bəli. Hə, belə, yəni bizdə həqiqətən rəngli işlər... Həmişə model kimi bir iş paylaşıram. Biri də yazır ki, neçə manat verəcəksiniz bizə? Kinoda deyirik. Siz bizə verirsiniz, yoxsa biz sizə? Yoxsa biz sizə veririk. Siz bizə, biz sizə. Hə, belə, bugünlük problu video çəkdik, test kimi. Görə hələ ümumiyyətlə reaksiya olacaq və necə olacaq. Və hansı mövzular haqqında maraqlı olacaqsınız, inşallah yazarsınız kommentarlara. Yox, mən təzədən deyim də. Sizə hansı mövzularda video çəkməyimiz daha maraqlıdırsa, buyurun kommentlərdə yaza bilərsiniz. Çox savadlıdır, yəni. Savad tökülür. Ona görə müraciətli gəlmişəm ki, dağılım gedir. Hələlik, bu qədər. Sağ olun. Sağ olun.